lazımsız top qapımızda gördük, çalışdıq. Bir nəfər azlıqda qalmaqlarına baxmayaraq çalışdıq ki, qol vəziyyətləri yaratdıq, sadəcə imkanlardan istifadə edə bilmədik. İstəyirdik ki, daha yuxarıda bitirək. Ən azından 3 xal bizi bir pillədə yuxarı qaldıracaqdı. Sadəcə buna nail ola bilmədik. Qırmızı vərəqə azlıqda qaldılar. Dediyim kimi biz istifadə eləməli idik. Onlar öz qapımızda qol gördük. Sonra çalışdıq ki, qol vəziyyətləri yaratdıq, sadəcə istifadə eləyə bilmədik. Yəni bəlkə bizim də elə oyunlarımız olub ki, bəzən azlıqda olanda elə bir komanda daha çox can yandırır, daha çox göz önündə görsənir. Bəlkə də Sabah ilə görsəndi. Biz ilk hissələrdən də deyərdim ki, daha istəkli, daha əzmkar başlamışdıq. Bəlkə də birinci hissədə Filip Azoviçin momenti qol vursaydı, daha fərqli oyun izləyə bilərdik. Həmişə belə oyunlar gərgin keçir, əlbəttə ki. Gərək tez vurmalısan qolu ki, sonra müəyyən belə qapımızda qol görməmək üçün. Əlbəttə, onsuz da Sabah komandası ilə həmişə Neftçinin prinsipiallə keçib oyunları. Həm prinsipial, həm də yəni gərgin keçib, yəni əzmkar oyunun şahidi olmuşuq. Bu oyun da əlbəttə bizim üçün vacib idi Neftçi adına. Bir pillə yuxarı qalxa biləcəkdik, 3 xal qazansaydıq. Bu istəklə çıxmışdıq. Yəni sadəcə hər oyuna bu istəklə çıxırıq. Sadəcə sezonun sonunda və belə bir xal fərqinin olduğunu nəzərə alaraq çox ciddi şəkildə hazırlaşmışdıq bütün komanda olaraq. Sadəcə buna nail ola bilmədik. Əlbəttə üzülürük. İnşallah ki, gələn ildən daha yaxşı start verəcəyik inşallah Neftçi adına. Yox, yəni peşmançılıq yoxdur. Yəni Sabaha da uğurlar arzu eləyirəm. Hal-hazırda yəni ancaq fikrim Neftçi ilə bağlıdır. Həqiqətən yəni ciddi deyirəm, səmimi deyirəm. Yəni Neftçi ilə uğurlar qazanmaq istəyirəm. Yəni bu komandanın keçmişi, tarixi hamıya məlumdur. Mən də istəyirəm ki, bu komandada yaxşı nəticələr qazanıb, həqiqətən bu nəticələrdə pay sahibi olum. Əslində oyundan sonra mən də bildim bu haqda. Əlbəttə yəni sevindim onun adına. Həqiqətən onun vaxtında da yəni onun məşqçiliyi altında çıxış eləmişəm. Kapitan olmuşam komandanın. Əlbəttə yəni təbrik yazacağam inşallah. Təbrik eləyirəm elə buradan da sizin vasitənizlə. Əlbəttə hər zaman gözləyirəm. Yəni hər bir futbolçunun borcudur. Yəni hər bir futbolçu gözləyir, onun üçün çalışır. Yəni hər zaman hazırıq. Yəni milli komanda adına olaraq. Bu dəfə baş məşqçi belə qərar verib, əlbəttə hörmətlə yanaşırıq. İnşallah ki, gələn toplanışlarda dəvət alaram. Və bunun üçün də əlimdən gələni eləyəcəm, çalışacağam özlərimə. Yəni Sabahda o qədər də yeni baş məşqçi gəlişindən sonra çox şans qazana bilmədim. Amma ki, şükürlər olsun Neftçidə yəni gəldiyimdən bəri baş məşqçi mənə inanır, güvənir. Mən də düşünürəm ki, yeni gələndə, komandaya yeni qoşulanda daha yaxşı idi performansım. Biraz eniş yaşamışam. İnşallah ki, bunu düzəldəcəm bu təlim məşq toplanışında qarşıdakı.